Bismillahirrahmanirrahim. Başlayıram mehriban və rəhimli olan Allahın adıyla. Salam, xoş gördük sizi yenidən əziz və hörmətli tamaşaçılar. Bildiyiniz kimi söhbətimiz əxlaqi dəyərlərdən ibarətdir. Ötən verilişlərimizdə insan nəfsinin kamala yetişməsi üçün insanın əsasını təşkil edən 3 amillərdən söhbət açdıq. Həmin amillər ağıl, qəlb və nəfs və ruh deyilən amillərdən ibarət olduğunu siz əziz tamaşaçılara geniş şəkildə izah etdik. Və söhbətimizdə buyurduq ki, əgər hər hansı bir insan istəyirsə kamala yetişə, onun kamala yetişməsinin səbəbi və onun kamala yetişməsinin başlıca yolu bu 3 amilləri gözəl şəkildə inkişaf etdirməyə səy göstərməlidir. Və ötən verilişlərimizdə buyurduq ki, insanın ağlının kamala yetişməsi üçün Allah Taala tərəfindən bizə verilmiş ən şərəfli və ən gözəl elm yolu ilə biz onu mükəmməl şəkildə sağlam və saf edə bilərik. Və eyni zamanda qəlbin kamilləşməsi üçün hansı yoldan istifadə etdiyini də Allah Təbarək və Teala bizlərə ibadət və dua vasitəsilə onun nurlaşmasını və saflaşmasını buyurmuşdur. Və həmçinin də nəfsin istəklərinə qarşı, rəğbətlərinə qarşı, həzz və ləzzət ala biləcəyi şeylərə qarşı insan pəhrizkar olmalıdır. Bütün bunlar haqqında ötən verilişlərimizdə söhbət etdik. Bugünkü verilişimizdə istəyirik siz əziz tamaşaçılara daha da mətləbimiz aydın və açıq şəkildə izah olunsun deyə bir balaca ağlın həqiqətindən və mahiyyətindən söhbət açmaq istərdim. Biz Qurani Kərimə və müqəddəs hədislərə nəzər yetirdikdə Allah Teala ağlı yaradıb və ona bu cür xitab edir. Allah Teala buyurur: "And olsun izzətimə və cəlalıma, yaratdıqlarım içində ən sevimlisi olan məhz sənsən. Yaratdıqlarım içində səndən sevimlisini mən yaratmadım. Və yaratdıqlarımın içində ən sevdiyim bir varlıqda səni kamil etdim. Səninlə bir şeyə əmr edərəm və səninlə bir şeydən çəkindirərəm. Və səninlə bir şeyə savab verərəm və səninlə bir şeyə əzab verərəm." Bu hədisdən belə məlum olur ki, Allah Təbarək və Teala ağlı yaratdıqdan sonra ona xitab edərək yaradılmışların içərisində ən şərafətli və ən əzəmətli və Allaha ən sevimli olan bir varlıq olduğunu söyləmişdir. Və eyni zamanda Allah Təbarək və Teala yaradılmışların içərisində olan ən sevimli insanın öhdəsində və ən sevimli insana bu ağlı bəxş etmişdir. Funksiyasına gəldikdə isə Allah Təbarək və Teala bir şeyə insanı dəvət etsə, onu da məhz ağlın istədiyi formada dəvət edər və bir şeydən çəkindirsə, ağlın istədiyi formada çəkindirəcək və eyni zamanda hər bir şeyə savab vermiş olsa, ağlın istədiyi formada savab verəcəkdir. Və həmçinin biz bu cür təbirləri müqəddəs Quran-ı Kərimimizdə çoxlu ifadələrdə rastlaşırıq ki, Allah Təbarək və Teala ağla üstün qiymət və dəyər vermişdir. Allah Təbarək və Teala Ənkəbut surəsinin 43-cü ayəsində buyurur: "Bu bir misallardır, biz insanlara bunu sadələyirik, lakin bu misalları ağıl sahibi olan insanlar elm vasitəsilə dərk edə bilərlər." Və bu səbəbdən də biz keçən verilişlərimizdə siz tamaşaçılara söylədik ki, insanın ağlının inkişafı üçün bir yol varsa, o da məhz elm yoludur. Elm insanın ağlına gözəl nuraniyyət bəxş edir. Elm insanın ağlının inkişafına böyük dəstək olur. Elm insanı yüksəlişlərə aparır və elm vasitəsilə insan yenilikləri əldə edir. Bu baxımdan müqəddəs şəriətimiz
İnsanın nəfsinin kamil olması üçün ona bəxş etdiyi və əta etdiyi ağlın gözəl şəkildə funksiyasının icrası üçün bizləri elmli olmağa dəvət edir. Biz istəyirik ki, əxlaq elmindən söhbət açdıqda insan Allah Taala'nın bizə bəxş etdiyi Qurani Kərimin və əziz Peyğəmbərimizin hədislərində elmin hansı sahəsi olursa olsun, ona müraciət edib, bilmədiyi şeyləri əldə edərək, həm nəfsinin, həm qəlbinin kamilləşməsi üçün böyük nailiyyətlər əldə edə bilər. Lakin bəzən biz İslam filosofları sayılan alimlərimizin kitablarına müraciət etdikdə görürük ki, insan ağlını iki hissəyə bölürlər. Başqa bir ifadə ilə desək, insan ağlının dərk etmə qüvvəsini iki növə ayrılırlar. Bir növü bundan ibarətdir ki, baxış qüvvəsi. Yəni, insanın qarşısına hər bir şey çıxarsa və insanın qarşısında hər hansı bir məsələ ortaya gələrsə, bu zaman insan öz ağlının gücü ilə o məsələyə baxış keçirər, onda təfəkkür edər və onu öz ağlının vasitəsilə mahiyyətini əldə etmiş olar. Buna elmi dildə ağlın baxış funksiyası deyilir. Digər bir funksiyası isə bundan ibarətdir ki, ağlın əməl funksiyası. Yəni, insanın qarşısına hər hansı bir məsələ çıxdıqda, insan ağlı onu dərk etməklə kifayətlənməz. Onu dərk etdikdən sonra həmin o məsələ əməl etməyi vadar edər. Məsələn, insan ağlı ədalət gözəldir deyə dərk etməyinə baxmayaraq, tək onunla kifayətlənməməlidir, ədalətə əməl etməyə dəvət edər. İnsan ağlı doğru düzgün danışmaq gözəl şeydir. Bunu dərk etməklə kifayətlənməməli, eyni zamanda doğru və düzgün danışmaya əməl etməyi vacib edir. Buna ağlın əməli funksiyası deyilir. Bu baxımdan müqəddəs şəriətimizdə, İslam dinimizdə insanın kamilləşməsi üçün onun ağlının nəzəri baxışından əlavə əməli baxış funksiyasının icrasına daha çox ehtiyac olur. Məsələn, insan ağlı əgər həqiqətən dərk eləsə ki, insanlara yaxşılıq etmək gözəl işdir və yaxud da yetimlərə, kasıblara əl tutmaq gözəl işdir, tək bununla kifayətlənməməlidir. Çünki bu nəzəri bir baxış olaraq qala bilər. Amma yetimlərə əl tutmaq gözəl işdir və ona əməl etmək daha gözəldir. Kasıblara yardım etmək gözəl işdir, lakin ona əməl etmək daha gözəldir. Bu baxımdan müqəddəs şəriətimiz insanın ağlının nəzər baxışı ilə bu işlərə baxsa, onu heç vaxt həyata keçirmək bizim üçün mümkün olmaz. Amma insanın ağlının əməli funksiyası ilə buna yanaşdıqda, bu sözləri deməkdənsə ona əməl etməyi ağıl vacib buyurar. Məhz bu səbəbdən də İslam ideologiyasında əxlaqi dəyərlərdən söhbət açarkən, hər hansı bir iş pisdirsə, insan ağlının əməl edici qüvvəsi onu həmən işdən çəkinməyə və yaxud da hər hansı bir iş gözəldirsə, onu icra etməyə dəvət edir. Məhz bu səbəbdən Allah Təbarək və Teala ağla çox üstün dəyər və üstün qiymət vermişdir. Yaradılmışların içərisində məhz insanı onun ağıl vasitəsilə digərlərdən ayırdı. Çünki bu ağıl həm nəzər baxışı ilə bir şeyi dərk edər və eyni zamanda nəzər baxışdan sonra bir şeyi icra etməyə vadar edər. Bax, bu səbəbdən Allah Təbarək və Teala ağla üstün dəyər vermiş və onu ən əzəmətli və ən sevimli bir məxluqat kimi qələmə vermişdir və onu həmçinin də öz yaradılmışların içərisində olan ən sevimlisi, insan sayılan bu varlığın üzərində kamil etmişdir.
müqəddəs şəriətimizdə bəzən belə ifadələrə biz rastlaşırıq ki, ağlı olmayan insanları Allah təbarək və təala hökmə çəkməz. Bütün bunlar vəhyə əsaslanan tövsiyələrdən irəli gəlir. Çünki Allah təbarək və təala bir insanın ağlı naqis olsa, ondan heç bir şey tələb etməz. Çünki həmən insan öz ağlının bu iki əsas funksiyasını itirmiş olduqda, o zaman onun qüdrəti olmaz ki, bir şeyə baxış keçirə və yaxud da nəyinsə icrasına onu dəvət edə. Bu səbəbdən bütün ağıl sahibləri Allah təbarək və teala'ya bu nemət üçün şükr etməlidir ki, Allah onlara bu cür nemət bəxş edib. Və bunun müqabilində eyni zamanda bu ağlı yalnız Allahın istəyi və rizası üçün yerinə yetirməlidir. Bundan savayı, əziz hörmətli tamaşaçılar, qəlbin inkişafına gəldikdə isə insanın qəlbi Allah təbarək və teala'nın vacib buyurduğu ibadət və duaları icra etmək vasitəsilə bu qəlb nurlaşacaq. Bu səbəbdən Allah təbarək və teala bizləri ibadət deyilən bir toplum məsələləri dəvət etdikdə, məhz hədəf bundan ibarətdir ki, insanın ağlı ilə yanaşı, ağlının inkişafı ilə yanaşı gedən qəlbin inkişafı daha mühümdür. Bir halda insanın qəlbi həmən o icra olunmuş ibadətlərlə və həmən icra olunmuş dualarla nurlaşarsa, saflaşarsa, bu zaman insan öz həqiqi hədəfinə çata bilər. Bəzən cəmiyyətimizin içində belə bir ifadələr mövcuddur ki, əsas insanın qəlbi təmiz olmalıdır. Təbiidir, bu ifadə öz-özlüyündə çox gözəl ifadədir. Məhz həqiqət budur. İnsanın qəlbi saf olmalıdır. Amma insanın qəlbinin saflaşması üçün hansı əməllər və hansı işlərin icra olunmasını tələb edilirsə, onları yaddan çıxartmaq qeyri-mümkündür. Əgər hər hansı bir insan öz qəlbinin saflığının iddiasındadırsa, bu zaman hər hansı bir iş, ibadət və dua çərçivəsini daşıyarsa, o zaman həqiqətən o işlər insanın qəlbinin saflaşması üçün böyük əhəmiyyət daşıyar. Əziz tamaşaçılar, biz ibadət dedikdə məqsədimiz təkcə Allah Taala'nın vacib buyurduğu namaz, oruc və s. bu kimi ibadətlərdən söhbət getmir. Həzrəti Peyğəmbərimizin hədislərində, rəvayətlərində bu cür ifadələrlə biz rastlaşırıq ki, halal ruzi qazanmaq özü ibadətdir. Əgər hər hansı bir insan halal ruzinin qazancının arxasınca gedirsə, bu ibadətdir. Bəlkə də Peyğəmbərimizdən bu cür hədislərə rastlaşdıqda məhz halal ruzi qazanmağı buyurmuşdur. Bu da bir növ ibadətdir. Əməl-i salih işlər görüb insanları yaxşı şeylərə dəvət etmək və pis işlərdən çəkindirmək, bu özü də böyük bir ibadətdir. Qonşulara hörmət etmək, ata-anaya qarşı mehribanlıqla davranmaq, bütün insan növü ilə gözəl şəkildə və gözəl ünsiyyətlə davranmaq özü də ibadətdir. Amma çox təəssüflər olsun ki, bəzən insanlar buna diqqət etmirlər. Bəzən ibadət dedikdə insanın zehni sadəcə Allah Taala'nın vacib buyurduğu əməllərə gedir. Xeyr. Bundan başqa əməllər də ibadət sayılır. Allah Taala bəzən saf niyyətlə gözəl əməli icra edən insanın əməlini şəriətdə varid olmuş bir neçə ibadətlərdən üstün sayır. Bütün bunlar hamısı insanın qəlbinin nurlaşması üçün bir növ ibadətdir. Bəzən hədislərimizdə, rəvayətlərimizdə, vəhyə əsaslanan tövsiyələrdə bu cür ifadələrə rastlaşırıq ki, valideynin öz övladının üzünə xoş sifətlə baxması ibadətdir. Eyni zamanda övladın öz valideynin üzünə sifətinə baxmağı valideyn üçün ibadət sayır.
Bütün bunlar mənim əzizlərim insanın qəlbinin saflaşması və nuraniləşməsi üçün böyük amillərdən biridir. Bəli, insan ibadət dedikdə Allahın vacib buyurduğu əmrlərdən çəkinməməlidir, imtina etməməlidir. Onları icra etməklə yanaşı, sadələdiyimiz bu kimi ibadətlərə də diqqət yetirməlidir. Allah yolunda sədəqə vermək özü böyük bir ibadətdir. Allah yolunda yetim yesirlərə əl tutmaq özü böyük bir ibadətdir. Bütün bunlarla yanaşı, insanın öz Rəbbinə qarşı olan bir vəzifəsi varsa, onu da unutmamalıdır. O da məhz Allah Taala'nın Qurani Kərimdə möminlərə və iman gətirib Allaha təslim olan bəndələrə namaz, oruc, xumus, zəkat və bu kimi ibadətlərin yerinə yetirməsini tələb etmişdir. Təbiidir, bir insan bu cür ibadətlərdən boyun qaçırıb, sadəcə əməli salih işlər görüb onunla kifayətlənmək heç də şəri baxımından düzgün sayılmır. Çünki bizi yaradan Rəbbimiz və bizə nemət bəxş edən Allah bizi bilmədiyimiz və mahiyyəti nədən ibarətdir və bizə hansı təsirləri bağışlayacaq bir növ ibadətlər vacib buyurmuşdur ki, ondan boyun qaçırmaq olmaz. Məhz bu cür ibadətdən boyun qaçırmaq, məsuliyyətdən boyun qaçırmaqdır. Amma bununla yanaşı, digər ibadətlərin icrası insanın qəlbinin nurlanmasına, saflaşmasına gətirib çıxaracaq. Bəli, namaz Allahla bəndə arasında olan bir rabitədir. Bunu insan özü üçün və öz Rəbbi üçün və öz Rəbbi ilə olan əlaqəsinin güclənməsi üçün icra edir. Bunu əldən verməməlidir. Bunun həyata keçirilməsi üçün insan çox səy göstərməlidir. Biz bütün peyğəmbərlərin Qurani Kərimdə tövsiyələrinə qayıtsaq, bütövlükdə hamısı bu cür Rəblərinə dua edərək buyurmuşlar, İlahi bizləri və bizim nəsillərimizi namaz qılanlardan qərar ver. Və eyni zamanda Allah Təbarək və Teala Qurani Kərimdə namazın vacib olunma səbəbini bizlərə bu cür buyurmuşdur ki, həqiqətən namaz insanları pisliklərdən çəkindirir. Və bu ən böyük ibadət və ən böyük dualardan biridir. İnsan bundan möhkəm yapışmalıdır və insan bunun icrası üçün səy göstərməlidir. Amma bununla yanaşı, digər sadələdiyimiz ibadətləri də unutmamalıdır. Əgər bütün bunlar icra edilərsə, bu ibadət növü həyata keçirilərsə, o zaman nəfsin saflaşması üçünsə itaət prinsipi öz işini göstərməlidir. Yəni, Allah Təbarək və Teala insanın nəfsinə ziyan olan bir şeydən insanı çəkindiribsə, o işdə insan Allaha itaat etməlidir. Və eyni zamanda nəfsin ləzzət və həz aldığı şeyləri insanı insanlıq simasından çıxararsa, Allah Təbarək və Teala ona əgər bizə qadağan edirsə, insan bu sahədə Allaha itaat etməlidir. Bunun üçün nəfsin kamilləşməsi üçün, nəfsin pak olması üçün və nəfsə həz və ləzzət verən şeylərin qarşısında durmaq üçün Allah Teala qarşısında insan itaatli olmalıdır. Allahın haram buyurduğu şeylərdən çəkinməli, halal buyurduğu şeyləri icra etməlidir. Çünki insanı yaradan bir varlıq varsa, o da məhz Allah Təbarək və Teala özüdür və hansı şeyin insana xeyir və ziyan olduğunu məhz Allah Təbarək və Teala özü gözəl bilir. Və hər bir şeyə bizi dəvət edirsə, o bizim islah olunmamız üçün çox əhəmiyyət daşıyır və eyni zamanda hər bir şeydən bizi çəkindirirsə, o bizim mükəmməl şəkildə kamil insan olmağımız üçün çox mühüm amillərdəndir. Əziz tamaşaçılar, bəzən insan öz qonşusu ilə gözəl şəkildə davranmağa çox üstünlük verir. Cəmiyyət içinə çıxarkən özünün ədəb və ərkanlı olmasına çox diqqət yetirir. Lakin təəssüflər olsun ki, öz Rəbbi ilə bu cür ədəb ərkanla davranmır. İnsan ilk öncə öz Rəbbinə qarşı ədəbli və ərkanlı olmalıdır. Əgər insan öz Rəbbinə qarşı ədəbli və ərkanlı olarsa, bu zaman insan
ən böyük xoşbəxt və nailiyyətləri əldə etmiş olar. 6-cı imamımız İmam Cəfər-i Sadıq, Allahın salamı olsun ona, günlərin bir günündə yaxın sahabələrindən biri o həzrətə yaxınlaşıb buyurdu: Yəbnə Rasulillah, ey Peyğəmbər övladı, sən öz işlərini nə üzərində qurursan? O həzrət cavabında buyurdu: Mən öz işlərimi 4 şey üzərində qurmuşam. Birincisi, mən yəqin edirəm ki, mənim vəzifəm məndən başqa heç kim icra etməz, onun üçün səy etdim. İkincisi, mən yəqin edirəm ki, bütün işlərimdə Allah təbarək və teala məni izləyir, ondan xəcalat çəkdim. Üçüncüsü, mən yəqin edirəm ki, mənim üçün ayrılmış ruzini məndən başqa heç kim yeməz, gecə başımı yastığa arxayın qoyub yatdım. Dördüncüsü isə, mən yəqin edirəm ki, mənim ən son işim ölümdür, onun üçün həmişə hazır oldum. Əziz tamaşaçılar, İmam Sadiq əleyhissalatü vəssalamın bu cür kəlamı bizi tərbiyə etmək üçün ən gözəl kəlamlardan biridir. İnsan öz vəzifəsini icra etmək üçün yalnız özü çalışmalıdır. Başqasından ümid gözləməməlidir. İmam Sadiq əleyhissalam bu hədisdə ikinci əsas amil sayılan və mövzumuzla, söhbətimizlə bağlı olan bu hədəfə işarə edir ki, insanı bütün işlərində onun Rəbbi görür, izləyir, müraqibə edir. İnsan kaş Rəbbinə qarşı bu cür ədəb-ərkanlı olaydı, necə ki, bəzən insanlara qarşı özünün ədəbli və ərkanlı olmağını göstərir. İnsan unutmamalıdır ki, onu yaradan Allah, ona qarşı mehriban və rəhimdir. Ona hər hansı bir xoşlamadığı işlərdə görəndə, bu heç də Allahın istəyinə xoş getməz. Bu baxımdan Allah Taalaya qarşı insan ədəblə, ərkanla davranmalıdır. Bu baxımdan insan həmişə öz yaradan Rəbbini düşünməlidir, fikirləşməlidir. Bəzən bizim imamlarımızdan bizə nəql olunan bir neçə duaların mahiyyətinə varanda görürük ki, bu cür təbirlərə çox rastlaşırıq. İlahi, biz o şeylərdən sənə pənah aparırıq. İlahi, biz sənə o işlərdə pənah aparırıq ki, sən bizə halal ruzi əta etdin. Biz həmən ruzini yiyib, güclənib, sənə qarşı günah etdik. İmamlarımız bu cür kəlamları dedikdə, biz insanları qəflətdən oyadıb bir həqiqətə dəvət etmək istəyirlər ki, bu dünyada, bu kainatda insan nə yiyirsə yesin, nə əldə edirsə etsin, Allahın mülküdür. Amma çox təəssüf olsun, insan bəzən Allahın ona əta etdiyi ruzidən yeyir, güc qüvvətə gəlib Allaha qarşı üsyan edir. Güc qüvvətə gəlib Allaha üsyan edir. Çox təəssüflər olsun. Bəzən insan Allahın ona əta etdiyi, bəxş etdiyi qüdrətin, gücünün Allaha qarşı olan üsyanında istifadə edir. Bu heç də xoşa gəlməz bir iş deyil. Bu heç də insanlığın həqiqi simvolu deyil. Əksinə, Allah Teala insana göz, qulaq, əl və qüdrət vermişdir ki, bunu Allahın rızası üçün istifadə edə. Amma çox təəssüflər olsun ki, insan bəzən bu həqiqətləri unudur və Allahın rızası olmadığı şeydə Allahın ona əta etdiyi güc qüvvəni istifadə edir. Əziz tamaşaçılar, bunu bilin ki, insan qiyamət günü peşman olacaq. Nə üçün? Bu həqiqətləri dərk etmədən, bu həqiqətləri düşünmədən bəzən çoxlu səhvlərə, xətalara yol verir. Amma Allah Teala bizə mərhəmətli və rəhim olduğu üçün insanlara bu cür xətalardan və bu cür səhvlərdən çəkindirmək üçün Quran-ı Kərimə müraciət etməyi, Allahın əmrlərinə qarşı itaat etməyi və eyni zamanda Allaha qarşı ədəb-ərkanla davranmağı tövsiyə etmişdir.
Məhz bax, bu cür şeylər insanın nəfsinin kamilləşməsi üçün böyük amillərdən biridir. Məhz bu cür şeylər insanın həqiqətinin və qəlbinin saflığı üçün ən əsas və ən mühüm amillərdir. İnsan bunun üçün səy etməlidir. İnsan bu həqiqətləri yaddan çıxartmamalıdır. Həzrəti Əmir-əl-Müminin, Allahın salamı olsun ona, onun çox gözəl hikmətli kəlamlarına biz müraciət etdikdə, bəzən biz günaha mürtəkib olandan sonra Allah Teala yadımıza düşür və ondan bağışlanmaqlıq diləyirik. Mövlamız Həzrəti Əmir-əl-Müminin kəlamlarına baxdıqda insan günaha mürtəkib olmamışdan öncə Allahını yadına salsa daha yaxşı olar. Amma bəzən biz günaha mürtəkib olduğumuz anda Allahı dərk etmirik və günahı etdikdən sonra bizim nəfsimiz dönüb Allahdan istiğfar və tövbə etməyi istəyir. Düzdür, bu insanın daxilində olan nəfsin funksiyalarından biridir ki, keçən verilişlərimizdə söylədik ki, Allah Təbarək və Teala insanın daxilində onu danlayan bir nəfsin funksiyasını qərar vermişdir ki, günah etdikdə özünü danlayır. Nə qədər bu nəfs ölməyibsə, insanın həqiqətə və insanın tərbiyəli olmasına böyük kömək və böyük dəstək olacaq. Bütün bu incəliklər və bütün bu həqiqətlər insanın kamilləşməsi üçün çox incə fərqlərdir. İnsan buna diqqət etməlidir. Bu baxımdan Həzrəti Əmir-əl-Müminin, Allahın salamı olsun ona buyurur ki, insan Rəbbini dərk etsə və hər an Rəbbini düşünsə, o zaman onunla günah qarşısında Allah bir pərdə çəkib, günaha mürtəkib olmağa imkan yaratmaz. Amma təəssüflər olsun, biz insanlar dünya malına və dünyanın ləzzətlərinə aludə olmaqla yanaşı, ilk öncə günaha mürtəkib olub, ondan sonra Allahdan bağışlanmağı diləyirik. Halbuki insan günaha mürtəkib olmaqdan əvvəl Allah yadına gətirməlidir. Bəzən əziz tamaşaçılar, biz Quran-ı Kərimə müraciət etdikdə Allah Təbarək və Teala orada bizlər üçün bir neçə nümunəli qissələr açıqlayanda, vurğulayanda biz onlardan gözəl şəkildə ibrət götürməliyik. Allah Teala Həzrəti Yusuf Peyğəmbəri bir nümunə olaraq kitabda zikr edir, qeyd edir və biz insanlar o qissəni, o tarixi, o anları düşünsək və onlardan gözəl ibrətamiz şeylər çıxarda bilərik. Əgər biz günahla üz-üzə dursaq, bu zaman nə etməliyik? Biz Yusuf ola bilərikmi? Əlbəttə, Yusufun orada günahla qarşı-qarşı durması və orada etdiyi əmələ biz diqqət etirsək, bəli, özümüzü ona bənzədə bilərik. Həzrəti Yusuf əleyhissalam günahla qarşı-qarşı duranda ən azı günahdan üz çevirə bildi. Ən azı arxaya dönüb qaça bildi. Biz insanlar isə günahla rastlaşanda ona arxa çevirmərək onun üstünə gedirik. Xeyr. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, insan öz Rəbbini düşünmür. O anda, o halda öz Rəbbini yadına gətirmir. Əgər o zaman o halda öz Rəbbini yadına gətirsə, ən azı günaha arxa çövrüb qaçar. Və bu özü səbəb olar ki, Allah onunla günah qarşısında bir pərdə çəkər. Bütün bunlar nəfsin qəflətdə olması, bütün bunlar qəlbin qəflətdə olması, bütün bunlar ağlın qəflətdə olmasından irəli gəlir. Məhz insanın imanının zəif olmasının səbəbi məhz insana Allahı unutduran amillər bundan irəli gəlir ki, insan çox vaxt qəflətdə olur. Əgər insan qəflətdən oyanarsa, o zaman qəlbi hərəkətə keçər. Əgər insan qəflətdən oyansa, o zaman ağlı hərəkətə keçər. Əgər insan qəflətdən oyansa, nəfsi meyl etdiyi şeylərə qarşı onu pəhrizkarlığa dəvət edər. Bunun üçün, əziz hörmətli tamaşaçılar, biz bu söhbətimizdən sonra
gələn verilişlərimizdə siz əziz tamaşaçıların diqqətini insanın qəlbinin kamilləşməsi üçün bir növ ibadətlər var. Həmən ibadətləri və duaları siz əziz tamaşaçıların diqqətinə çatdırarıq və eyni zamanda nəfsdə bəzi bəyənilməyən sifətlərin müalicəsini və hansı yolla onların aradan qaldırılmasını siz əzizlərə çatdırarıq ki, bu cür gözəl və ibrətamiz verilişlərimizdən istifadə edib, özümüzü dünya və axirət saadətinə qovuşdura bilək. Bizdən ayrılmayın, gələn görüşlərədək. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.